olacaq. Bilirsən necə, Laçınlı balası studiyada o əyləşibsə, Laçınlı balasına özəl hər dəfə gələndə bir dənə şirniyyat payı gətirirsə, bax bu balaca fenomen, elə belə fenomen deyil. Bəli, Əbülfət. Əbülfət bu dəqiqə bir dənə ifa edəcək ki, Əbülfət Həsənovdan bir ifa gələcək ki, elə öz gətirdiyi Gəlsin Əbülfət Həsənovdan ifa. Kulak olup gözlerinden süzürem, yağış olup torpağından süzürem, yakıp yandıranım latını mən. Qartal olup göylərində uçum mən, kulak olup gözlerinden süzürem, yağış olup torpağına süzürem, yakıp yandıranım latını mənim. Latınım, latınım, latınım mənim. Latınım, latınım, vətənim mənim. Latınım, latınım, latınım mənim. Latınım, latınım, vətənim mənim. Ayaman çəkmirik torpaq həsrətim, uca dağ sərin su yaylaq həsrətim. Ay Allah çəkmirik torpaq həsrətim, uca dağ sərin su yaylaq həsrətim. Ağlayan çağlayan əkəri həsrətim, sevincim kədərim latınım mənim. Ağlayan çağlayan əkəri həsrətim, sevincim kədərim latınım mənim. Latınım, latınım, latınım mənim. Latınım, latınım, vətənim mənim. Latınım, latınım, latınım mənim. Latınım, latınım, vətənim mənim. Ay Allah'ım zulüm eyləmə daha, ürək dözməyir bu naləyə aha. Özüm gedəməsəm səsim dağlara, həsrətim kədərim latınım mənim. Ay Allah'ım zulüm eyləmə daha, ürək dözməyir bu naləyə aha. Özüm gedəməsəm səsim dağlara, həsrətim kədərim latınım mənim. Latınım, latınım, latınım mənim. Latınım, latınım, vətənim mənim. Latınım, latınım, latınım mənim. Latınım, latınım, vətənim mənim. Latınım, latınım, latınım mənim. Latınım, latınım, vətənim mənim. Latınım, latınım, latınım mənim. Latınım, Təşəkkür edirik. Necəsən? Sabahın xeyir olsun. Sağ ol, sabahınız təşəkkür edirəm. Buyur. Balaca ulduzumuz. Həmişə sən gələsən,
Gəl yanımıza, gəl əyləş görək bura. Bax dostlar, bu balaca kişi gələndə həmişə özünə tort gətirir. Bu artıq desən bir adətə dönüb, hə? Əbülfəz, buyur, götür. Həm də centilmenlik nümunəsidir. Bir onun geyimin keçimini görürsən. Buyur, mikrofona danış. Necəsən? Bu gözəl oğlanı Yaxşıyam, siz görürsən. necəsiniz? Çox sağ ol, maşallah. Necə rahatdır. Maşallah. Allah sənin buradan atana da, anana da, səni böyüdən, boya başa gəl çatdıran və bundan sonra üzərində əməyi keçən hər kəsə təşəkkürümü bildirmək istəyirəm ki, bu cür savadlı, gözəl, göyçək gələcəyimiz var bizim. Bir özünü izləyicilərə tanıt görək. Sən kimsən? Biz səni tanıyırıq. İzləyicilərə tanıt görək də özünü. Fürə xanım, bir şey deyə bilərəm ki, bu tortu mənim babam alıb və babamı da buradan salamlayıram. Ay sənin babama qurban olam. Baban neçə yaşı var? Babamın hal-hazırda oluşub ki. Doğrusu bilmirəm. Eyb etməz. Orada göstər 50, 52. 61. Ay Allah ömür versin babamıza. Babanın adı nədir? Əbülfət. O da Əbülfət. Babanın adını daşıyırsan sən. Balaca Əbülfət də onda. Babasının adını daşıyır. İnşallah Allah baban versin. kimi sən də uzun ömürlü olasan. Adım babamın adına. Sənə qurban olaram mən. Bax babasının əziz şəkər nəvəsidir də. Səndən başqa babanın nəvələri var? Bəli, var. Amma yəqin sən ən sevimlisisən, hə? Bəli, bəli. Öyle də olmalı. Səndən sevimlisi mənəm. Ailədə ən sevimlisi sənsən. Bəli. O bursa nəvə Baba da xüsusi baxır ha, saç yerində, kostyum yerində, maşallah. Baba xüsusi qulluq edir, hə? Bax bu sakit deyək, atası eşitməsin. indi Baba baba nə alır sənə xüsusi olaraq belə? Mikrofona denən. Biri yadımda qalmayıb. Bir də ki, əslində bu kostyumu babam almayıb. Deyə bilərəm ki, Memarəcəmdə yerləşən Gəlincik Uşaq Mağazasına öz təşəkkürlüyümü bildirirəm və Etibar müəllimi buradan salamlayıram. bax görürsüz balaca balamıza dəstək olur. Eyb etməz uşaqdır. Uşaqlar əlbəttə ki, bu cür dəstək olurlar. Biz dünənlərdə Elçin Əlibəylinin növbəti həftə inşallah efirə yayımlanacaq bir proqramı var idi. Orada danışırdıq ki, gənc istedadlar gəlir və onlarla işləyə biləcək növbəti prodüser marketinq bölümlər bizdə təəssür olsun ki, fəaliyyət göstərmir. Bax bu cür gənclərə, bu cür körpələrimizə, körpə deyil çünki balaca balamız inşallah böyüyəcək və bunun biz də nəyə sevinirəm? Biz onun inşallah uğurlarını görəcəyik. Və ona dəstək olan hər kəsə buradan təşəkkür etmək istəyirəm ki, həqiqətən də bax gözəl insanlarımız var, dəstək olan insanlarımız var. Etibar müəllimi idi, hə o yoldaşın adı dedin? Bəli. Buradan Etibar müəllim sizə təşəkkür etmək istəyirəm ki, bizim balaca gözəl balamızı elə gözəl göyçək giyindirirsiniz ki, görənlər ona valeh olur. Vay, deyirəm ki, bu böyüyəndə neçə qəlb yandıracaq, Bəli. neçə ürəyi yaralayacaq, hə? Və bu gün də məxsusi o özəl olaraq Laçının mahnısını ifa etmək. Sənin üçün ifa etdi deyəsən. Və yeni aranjirovkada biraz remix variantı idi. Minnətdaram, təşəkkür edirəm sənə. Əbülfəz, sən indi bizə de görək, bax buradan sənin məktəbin də izləyir, düzdür? Məktəbdə yəqin ki, sən seçilirsən. Sinif yoldaşların içərisində də ən azı sən məktəbə təbliğ edirsən. Hansı məktəbdə oxuyursan sən? 158 nömrəli sayılı tam orta məktəbdə. Bax 158 sayılı tam orta məktəbin bütün müəllim heyətinə, rəhbər heyətinə təşəkkürümü bildirmək istəyirəm ki, uşağımızın çünki bilirik ki, təhsil məktəbdən başlayır və təhsil ocaqlarında özəlliklə də evladlarımıza vətənpərvər hissinin aşılanması prosesində böyük bir yol gedir və mən də bir ana olaraq həmişə xahiş edirəm müəllimlərindən ki, mən onlarla çox vaxt keçirtmədiyim üçün nəzərə alsaq ki, bütün günü biz işləyək, axşam gəlir evladlarımız artıq biz yorğun oluruq və evladlarımız o informasiyanı qəbul etməkdə istər-istəməz beyinləri də yorulur. Onlara mütləq olaraq bizim Azərbaycanımızın ərazi bütövlüyü haqqında, vuruşduğumuz düşmən haqqında, yaşadığımız istirablar haqqında evladlarımıza onların başa düşəcəyi, onların qavrayacağı dildə müəllimlərimiz desin, məlumatlandırsın ki, bizim gələcəyimiz, gəncliyimiz məlumatlı olsun. Səndə məktəbdə necədir vətənpərvər hissi ilə bağlı? Necə gedir burada? Müəllimlər necə danışırlar sizə? Bəli, mənim müəlliməm çox gözəl bir müəllimədir. Mən 158 nömrəli tam orta məktəbdə təhsil alıram. Müəlliməm Lalə müəllimədir və Lalə xanımı buradan qucaq dolusu salamlayıram.